32 yaşında bir pasiyentimizi müayinə edirik. Anamnestik məlumatlar çox maraqlıdır. İstədim sizlərlə də paylaşım. Deməli, pasiyentdə 2024-cü ilin 7-ci ayında və 5-ci ayında uşaqlıq boyunca biopsiya olunub və hər iki biopsiya nəticəmiz hervisid leykopalagiya, yəni xoşxassəli bir diaqnoz. Bu zamana qədər 16 ildə ailəli olan bir pasiyentimizdən hələ indiyəcən simir testləri alınmayıb. Əgər pasiyentlər uşaqlıq yolu göynəməsinə müraciət edirsə, əgər 32-33 yaşında bir qadından söhbət gedirsə, ilk öncə aparacağımız müayinə təbii ki, HPV testləri, uşaqlıq yolundan yaxmanın alınması, bakterioloji müayinəsi və təbii ki, pap smear testləri. Smear testlərinin nəticəsi patoloji olmadığı halda, HPV testlərimiz patoloji olmadığı halda və kolposkopik patoloji bir sahə izləmədiyimiz halda 2 ay aralıqla uşaqlıq boyunca biopsiya alınması nə dərəcədə doğrudur deyə bilmərəm. Qeyd edim ki, regionlarımızda icra olunub. Hər zaman uşaqlıq boyunca patologiyalarından danışanda onkoginekoloqların konsultasiyasına gedin və onkoginekoloqların konsultasiyasından çəkinməyin deyirəm. Bu da bu situasiyalardan biri olmuş olsun. Bir daha sizləri maarifləndirim. Uşaqlıq yolu patologiyaları ilə müraciət etdiyiniz halda HPV testlərinizi və simir testlərinizi aparırsınız. Ehtiyacı olduğu halda kolposkopiya müayinəsi və biopsiyalar kolposkopiya eşliğində aparılmalıdır ki, patoloji sahənin dəqiq yerindən biopsiya alınsın ki, dəqiqdə diaqnoz qoyulsun. Hər kəsə sağlam olmağı arzu edirəm. Baxmayaraq ki, ən geniş yayılmış və ən çox toxunduğumuz mövzudur. Yenə də çaşqınlıqlar çoxdur. Yenə də bilmədiyimiz yerlərimiz, nüanslarımız var. Diqqətli olun. Diqqətlə videolarımızı izləyin.